təcili tibbi yardıma qədər yəni təcili tibbi yardım çağırırıq. Həmin o təcili tibbi yardım gələnə qədər göstərdiyimiz yardım da əslində ilk tibbi yardım və bunları əhatə edir. Şuur itkisidir, tənəffüs və qan dövranının dayanmasıdır, xarici qan axmanının olmasıdır, yuxarı tənəffüs yollarına yad cismin düşməsidir, travmadır, yanıqlardır, daha sonra donma, bir də zəhərlənmədir. Gəlin baxaq, siyrilmə və cızıqlar nə deməkdir? Dəri örtüyünün səthi, yəni zədələnməsidir. Bu bağçada, yəni uşaqlar arasında çox olur. Məsəl üçün, bəzən müəllimin gözündən yayınır, uşaqlar bir-birinin əlini cıza bilərlər və yaxud da stolun qırağına dəyə bilər, uşağın əli cızıla bilər. Təbii ki, biz belə hallara yol verməməliyik bir tərbiyəçi müəllim olaraq. Amma deyək ki, oldu belə hadisələr, bu zaman nə etməliyik? Tərbiyəçi etməlidir. Hər hansı bir maye, antiseptik, hidrogen peroksid olsun, Rivanol, furasilin, miramistin ilə dəridən kirləri yuyub çıxartmalıdır. Yəni ilk öncə dəridən kirləri yuyub çıxartmalıyıq. Daha sonra yaranın kənarlarına yod və bentaditlə işləmək lazımdır. Zədələnmiş sahəni 4 dəfə qatlanmış steril bir sarğı materialı ilə sarmaq lazımdır. Daha sonra var əzilmə. Əzilmə nə deməkdir? Küt bir alətin təsiri nəticəsində bədənin yumşaq toxumalarının və orqanlarının əzilməsidir. Əlamətləri isə bunlardır. Əzilmə yerində siyrilmə ola bilər, qan axımı ola bilər, daha sonra göyərmə ola bilər ki, tədricən burada ağrı daha da şiddətlənə bilər ki, müəllim həmin bu sahəyə yüksək mövqe verməlidir. Bu məncə bu cümlə testlərdə çox düşən bir cümlədir. Bu sahəyə yüksək bir mövqe vermək nə deməkdir? Yəni uşaqda ağrı o qədər olur ki, biz həmin o uşaq üçün daha rahat bir mühit yaratmalıyıq da. Tutalım, soyuq buz kütləsi tətbiq edə bilərik ki, uşağın yəni ağrısı azalsın və yaxud da elə bir yumşaq bir yerdə otuzdurmaq lazımdır ki, uşaq o ağrını heç olmasa biraz az hiss eləsin. Ona görə yəni bu cümlə burada keçərlidir. Bu sahəyə yüksək bir mövqe vermək lazımdır. Daha sonra əzilmə sahəsi böyükdürsə mütləq təcili yardım çağırmaq lazımdır. Sınıqlar. Sınıqlar sümüyün bütövlüyünün pozulması deməkdir. Necə burada müəllim yazıb. Baba, Bağçada tibb bacısı olaraq müəllim etməlidir yardım. Onu deyim ki, bütün bağçalarda tibb bacısı yoxdur. Yəni mən bəzi bağçalar tanıyıram ki, hətta orada müəllim, daha doğrusu tibb bacısı pensiyaya çıxıb. Ona görə müəllimlər idarə edir belə vəziyyətləri və biz də tərbiyəçi müəllim olaraq tibb bacısından əlavə təbii ki, bunlar haqqında məlumatımız olmalıdır. Elə olar ki, yəni uşağın başına nəsə bir iş gələr, tibb bacısı çünki bizim hər an yanımızda olmur ki, həmin vəziyyətdən necə çıxmaq lazım olduğunu bir tərbiyəçi müəllim olaraq bilməliyik təbii ki. Daha sonra sınıqlar. Sınıqlar sümüyün bütövlüyünün pozulması deməkdir. Əlamətləri kəskin ağrıdır. Mövqeyi dəyişdirməyə çalışanda daha bərk ağrıyır. Ona görə həmin yəni uşağın hərəkətsizliyini təmin etmək lazımdır ki, hərəkət etməsin. Daha sonra əlamətləri ola bilər sınıq yerinin şişməsidir. Sınıqlar özü açıq və qapalı olur. Tərbiyəçi etməlidir. Açıq sınıq zamanı qan axmanı dayandırmaq lazımdır, yaranı işləmək və sarğı qoymaq lazımdır. Qırılan sümüyün embolizasiyasını, yəni bu o deməkdir ki, hərəkətsizliyini təmin etmək lazımdır. Standart şinlər və ya əlaltı materiallar, faner ola bilər, taxta parçası, çubuqlar ilə təmin edə bilərik. Bir ətraf sınıq olduqda isə ən azı 2 oynaq fiksə etmək lazımdır. Yəni fiksə etmək o deməkdir ki, möhkəmləndirmək lazımdır həmin hissəni. Biri yuxarıda, digəri qırıq yerin altında olmalıdır. Sümük parçalarının yerdəyişmələrinin azalması üçün hər hansı bir cəhd qadağandır. Təcili yardım çağırmaq lazımdır ya da zərər çəkən uşağı xəstəxanaya mütləq çatdırmaq lazımdır. Yara. Yara nə deməkdir? Yara dəri və selekli qışaların bütövlüyünün pozulmasıdır.
bədən toxumalarının zədələnməsidir. Baxın, bu qaydasından daha yaxşı yadınızda saxlaya bilərsiniz. Yara və selekli qişalarının artıq yara olanda neynir? Dəri bütövlüyü pozulur. Həm də bədən toxumaları zədələnir. Səbəbi isə mexaniki təsir. Bunlar qanaxma ola bilər, ağrı, zədələnmiş orqanın işinin pozulması ilə müşayiət olunur və infeksiya ilə ağırlaşa bilər. Yəni biz çalışmalıyıq ki, uşağa infeksiya keçmədən həmin o yaraya ilkin tibbi yardımı göstərə bilək. Daha sonra yara kiçik və sətdir. Qanaxma azdır. Yaranı hidrogen peroksidlə yumaq lazımdır. Mümkünsə dezinfeksiya edin. Təmiz bir sarğı tətbiq edin. Yara kifayət qədər əgər böyükdürsə, çox miqdarda qanaxma varsa, qanaxmanın qarşısını alan bir sıxıcı sarğı tətbiq etmək lazımdır. Sarğı qanla isladılmışsa, onu atmaq olmaz. Deməli, baxın bu cümləni yadınızda saxlayın. Məsəl üçün sarğı qoymusunuz, qanaxma daha şiddətlidir. Biz təzədən ora sarğı qoymalıyıqsa, o sarğını açmaq olmaz. Həmin o yaranın üstündən daha bir sarğı qoymalıyıq. Tərbiyəçi etməlidir. Əllərimizi təmiz yumalıyıq. Yaranın ətrafına dezinfeksiya edici hidrogen peroksiddir. Maye ilə işlənməlidir. Yaraya steril, təmiz sarğı qoyulmalıdır. Qadağandır. Yaraya əl vurmaq, yaradan laxta, yad cisim çıxarmaq. Bir də yaradan çıxan toxumaları, orqanları çalışıb yerinə salmaq olmaz. Sonra var qanaxma. Qanaxmanın 3 növü var. Arterial qanaxma, venöz qanaxma, kapillyar qanaxma. Gəlin görək bunlar nə deməkdir. Şiddətli arterial qanaxma üçün qanın rəngi al-qırmızı rəngdə olur. O zaman nə etmək lazımdır? Turniket tətbiq etmək, yaranın üstünə turniket qoymaq olmaz. Altına təmiz bir parça qoymaq lazımdır və qanaxma tamamilə dayanana qədər sıxmaq lazımdır. Turniket də o deməkdir ki, rezin kəmər, yəni belə başa salım ki, rezin kəmər o qədər sıxırıq ki, yəni o qanaxma tamamilə dayanmalıdır. Turniketin altına onu tətbiq olunma vaxtını göstərən qeyd qoymaq lazımdır. 1 saat və yaxud da saat yarım. Turniketin sarğısı paltarlarla örtülməməlidir. Venöz qanaxma isə qanın tünd qırmızı rəngi olur venöz qanaxmada. Deməli, arterial qanaxmada qan al-qırmızı rəngdədir. Venöz qanaxmada qan tünd qırmızı rəngdədir. Kapillyar qanaxma isə damcı-damcı gəlir, yara bandı ilə saxlanılır. Belə deyim ki, ən ağrısı kapillyar qanaxmadır. Yəni kapillyar qanaxmanı yara bandı ilə saxlamaq olur. Ən şiddətlisi isə arterial qanaxmadır. Daha sonra İlk tibbi yardım, bunu pedaqoji heyət təmin etməyi bacarmalıdır. Gəlin görək pedaqoji heyət nəyi təmin etməyi bacarmalıdır. Baxın, bayaq müəllimə də dedi ki, bəs bağçada tibb bacısı olur, o eləməlidir. Əslində pedaqoji heyət də təmin etməyə bacarmalıdır. Bunu məsəl üçün təkcə bağçada musiqi müəllimi də olur, tərbiyəçi də olur, daha sonra dayə də olur, müdir də olur. Yəni bunlar da məlumatlı olmalıdır. Süni tənəffüs texnikası. Görək süni tənəffüs texnikasını necə etmək lazımdır. Zərər çəkmişi kürək üstə üfüqi vəziyyətdə uzandırın. Bədəni məhdudlaşdıran geyimi çıxarmaq lazımdır. Çiyinlərinin altına bir şey qoyun. Yəni yastıq qoya bilərsiniz yumuşaq. Zərər çəkmişin, baxın burada diqqətli olun, sağında durmaq lazımdır. Süni tənəffüs texnikası zamanı zərər çəkmişin sağında durmaq lazımdır. Testlərdə sizi çaşdırmaq üçün solunda veriləcək. Solunda desə ürəyin bağlı masajı olanda zərər çəkmişin solunda dayanırıq. Ürək masajı zamanı baxın, yadda saxlayın. Amma süni tənəffüs texnikasında zərər çəkmişin sağında dayanmaq lazımdır. Sağ əlinizi onun boynunun altına, sol əlinizi isə alnına qoyun. Mümkün qədər başını geri çəkin. Hər iki əliniz ilə zərər çəkmişin ağzını açın. Yardım edən
Dərindən nəfəs alır, daha sonra isə cuna və ya dəsmal vasitəsilə havanı uşağın burnuna ya da ağzına üfürür. Yəqin ki, bu kinolarda falan görmüsünüz süni tənəffüsü necə edirlər. Yəni o formada həm burundan edə bilərsiniz, eyni zamanda ağızdan da süni tənəffüs texnikasını etmək olar. Daha sonra ürəyin bağlı masajı, sinə sıxılma texnikası görək nə deməkdir. Zərərçəkmişi kürək üstə sərt bir səthə qoymaq lazımdır. Bədəni məhdudlaşdıran paltarların düymələrini açın ya da çıxarmaq lazımdır. Zərərçəkmişin baxın, solunda dayanırıq. Harda? Ürəyin masajında solunda dayandıq, süni tənəffüs texnikasında isə sağında dayandıq. Ürəyin bağlı masajını apararkən əllərin düzgün yerini müəyyən edin ki, yəni hansı hissəyə qoyulmalıdır. Bir əlinizin ovucunu döş sümüyünün aşağı 1/3 hissəsinə, digər əlinizi isə onun üzərinə qoymaq lazımdır. Masaj ürəyi, döş sümüyü və onun onurğa ilə ritmik sıxılması deməkdir. 60-80 dəfə, baxın, burada da diqqətli olun. 60-80 dəfə sıxılma ilə həyata keçirilir. Sizdən soruşula bilər ki, neçə dəfə sıxılma ilə həyata keçirilir? 60-80 dəfə. Hər təzyiqdən sonra döş qəfəsinin düzəldiyinə əmin olun. Ürəyin boşluqlarını venöz qanla doldurmaq üçün. Yəni əllərinizi ondan çəkmədən. Artıq gördünüz ki, zərər çəkən nəfəs almağa başlayır, o zaman həmin anda o masajı dayandırmaq lazımdır. Əgər yenidən davam etsək, bu artıq həmin xəstəni daha pis hala gətirə bilər. Ona görə də mütləq gördünüz ki, artıq nəfəs almağa başlayır, o anda da əli buraxmaq lazımdır. Sonra burun qanaxmasında ilk yardım nə olmalıdır? Tərbiyəçi etməlidir. Xəstəni rahat oturmaq, başı bədəndən yuxarı olsun. Bu cümləni bəzən müəllimlər qarışdırır. Elə bilir ki, başı belə dala eləmək lazımdır. Xeyr. Başı əgər uşaq dala eləsə, qan gedəcək boğazına, daha doğrusu yəni boğazına gedəcək, elə də boğulma əmələ gələ bilər. Ona görə də biz nə etməliyik? Uşağın başını bir qədər qabağa əyməyini, yəni deməliyik. Bu da o deməkdir, xəstəni başın daha doğrusu bayaq nə deyildi? Xəstəni rahat oturtmaq, başı bədəndən yuxarı olsun. Yəni ki, baş sanki biraz yuxarı gəldiyi üçün bədəndən yuxarı istiqamətdə olur. Bu o mənada deyilir. Başını arxaya əyməyin, xəstənin başını biraz irəli əymək, qanın boğaza və ağza düşməməsi üçün. Burun silmək olmaz, çünki qanaxma artıra bilər. Burnun kənarlarını orta divara sıxmaq lazımdır. Sonra var çıxıq. Təbii ki, təcili tibbi yardımda çağırmaq lazımdır. Təcili yardımda çağırmaq lazımdır. Sadəcə ilkin, yəni yardım olaraq biz bunları etməliyik. Yəni dediklərimin hamısı ilkin yardımdır. Sonda isə təbii ki, təcili yardım çağırılır. Çıxıqlar. Əlamətləri ağrıdır, şişkinlikdir, zədə alan oynaqda hərəkətlərin məhdudlaşmasıdır. Bu zaman tərbiyəçi etməlidir. Oynağı fiksə etmək, dediyim kimi, bərkitmək, yaralanma zamanı olduğu vəziyyətdə qalmalıdır. Çıxıq yerini soyutmaq lazımdır. Ağrıları bir dəqiqə. Ağrıları azaltmaq üçün zədə sahəsinə nəm bir dəsmal və ya parçaya bükülmüş buz parçası qoymaq lazımdır. Təcili yardım çağırın və uşağı travma məntəqəsinə aparın. Həkim oynağı düzgün vəziyyətə qoyacaq və bərpa edici prosedurlar təyin edəcəkdir. Təcrübəli həkim, travmatoloq cəmi bir neçə saniyə ərzində oynağı yerinə qoyur, uşaq qorxmağa belə vaxt tapmır. Sonra var bağların gərilməsi. Bu həqiqətən uşaqlarda, yəni tez-tez baş verən bir hadisədir. Gəlin baxaq, yəni bu zaman nə etmək lazımdır? Uşaqlarda ayaq bağlarının dartılması hərəkət zamanı ayağın qeyri-adi və patoloji mövqeyinə görə baş verir. Səhv ayaqqabı məsəl üçün geyindikdə ola bilər ki, yəni uşağın həqiqətən də ayağına dar olsun ayaqqabı. Bu anda bağların gərilməsi baş verə bilər. Sonra bədən çəkisinin artıq olmasıdır. Uşaqlarda çox
tez-tez zədələnmələrin səbəbidir. Ayaqüstə barmaqların üstündə gəzməkdir. Bəzən baxın, uşaqlara deyirik ki, yəni düzgün yeri, başlayırlar ayaqlarının uclarında yeriməyə. Yəni bilə-bilə sadəcə onlar oyun məqsədli elə edirlər. Amma bağ gərilməsi baş verə bilər onda da. Bu zaman tərbiyəçi etməlidir. Travmadan sonra zədələnmiş ətrafa immobilizasiya, yəni hərəkətsizliyi təmin etməlidir. Boyun bağlarının dartılması baş verərsə uşağı uzandırıb hərəkətsizliyini təmin etməlidir. Şişkinliyi və ağrıları aradan qaldırmaq üçün dartılan yerə buz və ya soyuq kompres tətbiq etmək. Zədələnmiş oynağa fiksasiya bandajı tətbiq olunmalıdır. Yaralanan ətrafa istirahət vermək, şiddətli ağrı halında uşağa yaş dozasını nəzərə alaraq ağrıkəsici vermək və həkimə müraciət etmək tövsiyə olunur. Əlamətlər ağrı, şişkinlik, zədə alan oynaqda hərəkətin məhdudlaşmasıdır. Daha sonra var. Həşərat dişləməsi zamanı ilk yardım olaraq nə etməliyik? Əlamətlər ola bilər arı və yaxud da hər hansı bir həşəratların sancmasıdır. Bu zaman uşaqlarda baş gicəllənmə ola bilər, ürək bulanması ola bilər, qusma, ağızda quruluq, acı dad, sürətli nəbz, tənginəfəslik, yuxululuq, ağır hallarda qucolmalar, huşunu itirmə və tənəffüs dayanması ola bilər. Yəni artıq yəni ən sonuncu nöqtəsi artıq uşaq neynir? Huşunu itirir. Sancmalar xüsusilə gözlərdən, ağzın, dodaqların selikli qişalarında ağrılıdır və təhlükə kəsb edir. Dodaqlarda və ağzın selikli qişalarında inkişaf edən ödəm boğulmaya və ölümə səbəb ola bilər. İlk yardım olaraq ləkəni çıxarmaq lazımdır. Sonra yaranı spirt ilə yuyun, soyuq su qoyun, antihistamik verin, klaretin, sirop, fenistil damcı və maz. Boğulma inkişaf edərsə uşağı dərhal xəstəxanaya yerləşdirmək lazımdır. Daha sonra tənəffüs yollarına düşən xarici cisimlər zamanı ilk yardım. Əlamətləri bu olur, yəni qida qəbul edərkən və ya oyun zamanı tam rifah fonunda qəfil pisləşmə, əziyyət verən öskürək, qusma istəyi ilə, yəni bəzən həqiqətən uşaq elə tez-tez yeyir ki, artıq neynir? Həmin anda yəni yad bir cisim gedib onun boğazında qala bilər. Artıq burada uşağın səsi dəyişilir, dəri örtünün sianozu. Bu nə deməkdir? Bax, bu cümlə bir ara müzakirələrə səbəb olmuşdu ki, bu nə deməkdir? Nəyə görə yəni burada xarici cisimlərə aiddir dəri örtüyünün sianozu? O deməkdir ki, yəni uşaq o qədər yəni belə öskürür, artıq rəngi dəyişir, rəngi qaralmağa başlayır. Yəni bu dəri örtüyünün sianozu deməkdir. Nəfəs çatışmamazlığıdır, bura aiddir. Daha sonra yad cismin tənəffüs yollarına düşdükdə ilk yardım olaraq tərbiyəçi etməlidir. Boğulma əlamətləri yoxdursa, təcili yardım çağırın. Pəncərə açmaq lazımdır. Uşağın öskürməsini xahiş edirik və uşaq otura bilmirsə, onlara daha rahat bir mövqe veririk. Üstünlük verilən mövqe yan tərəfinə uzatmaq lazımdır. Boğulma əlaməti varsa, lazımdır ki, öskürsün, onun gövdəsini tam əymək, əlin içi ilə kürəyi arasına bir neçə təkanvari zərbə vurmaq lazımdır. Xəstəni arxadan qarın nahiyəsindən qucaqlamaq, qarının ortasından 4-5 dəfə sıxıcı hərəkətlər etmək lazımdır. Deməli, qarın nahiyəsindən qucaqlamaq, qarının ortasından 4-5 dəfə sıxıcı hərəkətlər etmək lazımdır. Nəticə olmazsa xəstəni təzyiq tibb müəssisəsinə çatdırmaq lazımdır. Artıq biz uşağı 4-5 dəfə sıxıcı hərəkət yəni etdikdə yad cisim gəlib düşmüş olacaq. Təbii ki, bəzən bu faydasız ola bilər ki, sonda da tibb müəssisəsinə çatdırmaq lazımdır. Yad cisimlər yumşaq toxumalara, dəri, dırnaq və s. daxil olarsa, məsəl üçün insanın dırnağına nəsə girə bilər, tikan bata bilər və yaxud da dərisinə nəsə ola bilər. Bu zaman tərbiyəçi etməlidir. Yad bir cismi çıxarın. Bunun edilə biləcəyinə əminlik varsa, amma həqiqətən də məsəl üçün uşağın barmağına baxırsınız, görürsünüz ki, tikan batıb, bilirsiniz ki, yəni onu çıxara biləcəksiniz. Əgər əminsinizsə ki, onu çıxara biləcəksiniz, bu zaman etmək olar.
Yox, əgər baxırsınız ki, həqiqətən də bunu siz, edə bilməzsiniz, başqa fəsadlar yarana bilər, o zaman heç bir şey etmək düzgün olmaz. Çünki daha da pisləşdirə bilərsiniz vəziyyəti. Yad bir cismin yerini yod məhlulu ilə işləyin. Steril bir sarğı tətbiq etmək lazımdır. Çıxara bilməzsəniz, bacarmırsanız mütləq xəstəxanaya aparılmalıdır. Yanıqlar. Yanıq zamanı uşağa ilk yardım necə edilməlidir? Ağrının və toxumaya dəyən ziyanın dərəcəsindən asılı olaraq yanıqların bir neçə dərəcəsi var. Baxaq, birinci dərəcəli yanıqlar. Birinci dərəcəli yanıqlar dərinin qızarması ilə özünü göstərir. Yəni, çox, məsəl üçün, ola bilər ki, qəfədan qaynayır, baxın, qəfədan qaynayanda biz onu nəyisə tökəndə onun buxarı çıxır. Buxardan gələn bir istilik əlimizi bəzən qızarda bilir. Bu artıq birinci dərəcəlidir. Yəni qızardır, artıq başlayır neynəməyə? Əlimiz şişməyə. Deməli, birinci dərəcəli yanıqlar dərinin qızarması ilə özünü göstərir, çox zərər verməz və onların aradan qaldırmaq üçün zədələnmiş ərazini soyuq suda tutmalı, antiseptik krem və aerozol ilə sürtmək və biraz gözləmək lazımdır. İkinci dərəcəli yanıqlar suluqlar və dərinin zədələnmiş təbəqəsinin rədd edilməsi ilə özünü göstərir və çox ağrılıdır. Həqiqətən də, yəni suluqlar çox ağrı olur. Ona görə artıq onu birinci dərəcəliyə yox, ikinci dərəcəli yanıqlara aid ediblər. Daha sonra üçüncü dərəcəli yanıqlar dərinin kifayət qədər dərin qatlarına təsir göstərir. Dördüncü dərəcəli yanıqlar isə dəri toxumasının kömürləşməsi, artıq yəni o qədər pis yanır ki, dəri artıq kömür formasına qapqara, yəni olur, belə deyim. Burada əzələlərin, vətərlərin və sümüklərin zədələnməsi meydana gəlir. Geyim yanırsa mütləq burada söndürmək lazımdır. Daha sonra tərbiyəçi etməlidir. Zərər çəkmiş uşağı yüksək temperatur mənbəyinin təsir zonasından çıxarmalıdır. Paltarın yanan hissələrini söndürün. Hər hansı bir bez, yorğan və sair alovun üstünə atın ya da su ilə söndürmək lazımdır. Zədə yerin 20 dəqiqə soyuq suda tutmaq lazımdır. Daha sonra ağrıkəsici verin, Nurofen, Sefakon, parasetramol, geniş yanıqlar olan yerlərə steril bir sarğı tətbiq edin. Yanıq səthini təmiz cuna və ütülü dəsmal ilə örtmək lazımdır. Göz yanması üçün bor turşusunun həllindən soyuq katan qoymaq, 1 stəkan suda 2də 1 çay qaşığı turşu etmək lazımdır. Zərər çəkmiş uşağı tibb mərkəzinə çatdırmaq lazımdır mütləq sonda. Bu dediklərim sadəcə iş tibbi yardım olaraqdır. Sonra var şuur itkisi. Şuur itkisi üçün uşaqlarda baş gicəllənmə ola bilər, zəiflik, solğunluq, ürək bulanma, zəif nəbz, gözlərdə qaralma kimi şuur itkisi əlamətləri varsa, huşunu itirməkdən şübhə edə bilərsiniz. Yəni bu əlamətlər varsa, artıq biz bir tərbiyəçi müəllim olaraq bilməliyik ki, artıq bu şuur itkisidir. Təbii ki, biz uşaqlara diaqnoz qoya bilmərik, amma ən azından təxmin edə bilərik ki, yəni bu şuur itkisidir, bu zaman ilk tibbi yardım olaraq nə etməliyik? Təsvir edilən vəziyyətin müddəti adətən 50 saniyə ərzində olur. Səbəbləri: qanda hemoqlobinin konsentrasiyasının azalması, anemiya, şiş prosesləri ola bilər. Ürək patologiyaları, veqetativ disfunksiya, insulinin səhv istifadəsi, boyun fəqərələrinin osteoxondrozu, havada yaranan oksigen konsentrasiyasının azaldılması ola bilər. Huşun itməsi əlamətləri bədənin boşalması, qəfil solğunluq, uşaqla əlaqə olmaması, güclü tərləmə, səthi nəbz, qapalı göz qapaqları biraz aralı olması, yəni göz qapaqları biraz aralı vəziyyətdə olursa, artıq huşun itməsinin əlamətidir və yaxud da genişlənmiş bəbəklər. Bəzən yəni qapalı olur, bəzən isə daha yəni genişlənmiş bir bəbək olur. Daha sonra tərbiyəçi etməlidir.
Beyni qan tədarükünü yaxşılaşdırmaq üçün uşağı bədənini üfüqi bir mövqeyə vermək, aşağı ətrafı qaldırmaq lazımdır. Baxın, bunu mütləq yadınızda saxlayın. Həqiqətən çünki uşaqların başına gələ bilər. Bəzən, yəni, bağçaya gətirirlər, çox zəif uşaqdır. Valideyndən də soruşursan ki, uşağın hər hansısa bir problemi varmı? Deyir, yox, ay müəllimə, nə problemi ola bilər? Hə, uşaq başlayır, yəni bir də görürsüz durduğu yerində özündən getməyə. Bu zaman, yəni belə lor dildə başa salam ki, yadınızda qalsın. Bəlkə də, yəni artıq təcrübəlisiz, bilirsiniz belə şeyləri. Uşağı, yəni yumşaq bir yerdə uzadın, ayağını isə bir qədər yuxarı qaldırın ki, heç olmasa, yəni, başına qan gedə bilsin. Artıq qan getdikcə eləcə, biraz özünə gəlməyə başlayır uşaq. Yaxşı olar ki, ayağının altına yüksək o, balışlardan və yaxud da indi otaqda əlimizdə olan ləvazimatlardan, nimdərçələrdən qoya bilərik ki, uşağın nə qədər ayağı hündürdə olsa, bir o qədər başına daha yaxşı qan getmiş olacaq. Sonra uşaq yerə qoyulduqda sərbəst nəfəs ala bildikdə Nataşır spirtinə batırılmış pambıq iylətmək üçün verilə bilərsiniz. Yəni nə qədər spirt çox iynətsək, bir o qədər sanki beyni açılır uşağın, belə deyim. Son addım pediatrı çağırmaq lazımdır. Və dil qatdalanması varsa, təbii ki, ona da nəzarət etmək lazımdır. Çalışmaq lazımdır ki, uşağın dili qatdalanmasın. Sonra qida zəhərlənməsində uşağın şikayətləri ola bilər. Baş ağrısı, ürək bulanması, qarın ağrısı, ümumi zəiflik ola bilər. Yardım olaraq qida zəhərlənməsində tərbiyəçi etməlidir. Uşağa 3-4 stəkan su, açıq səhrai rəngdə olan kalium permanganatın həllini verməli, sonra qusma refleksini çağırmaqla 2-3 dəfə təkrar etməlidir. Yəni biz çalışmalıyıq ki, uşağı əlimizi boğazına salaraq onu qusdura bilək. Axırda isti çay verməli, istilətməli və təcili yardım çağırılmalıdır. Elektriklə zədələnən uşağa ilk yardım. Mütləq birinci, enerji mənbəyini ayırmaq lazımdır. Yəni ilk olaraq biz məsəl üçün uşaq elektriklə üzbəyüzdür, biz ilk olaraq uşağın üstünə qaçaq, belə etmək lazım deyil. Artıq həmin anda özümüz də tok vurmuş olacaq və heç bir şey edə bilməyəcəyik. Ona görə nə etmək lazımdır? İlk öncə enerji mənbəyini ayırmaq lazımdır. Uşağın nəfəs aldığını yoxlayın. Xarici qıcıqlara reaksiya var, dərisinin rənginə baxın. Nəfəs yoxdursa, ürək döyüntüsü yoxdur, təcili olaraq ürək ağciyər reanimasiyasından başlayın. Kömək üçün zəng edin, uşağı tərpətməyin. Elektrik tokuna məruz qalmaq onurğaya zərər verə bilər. Uşaq şüurlu və nəfəs alırsa, elektrik cəryanını vuran yerini yoxlayın. Dəri yanmış ola bilər, yardım etmək lazımdır. Elektrik cəryanını daxili orqanlara zərər verə bilər və uşağın həkim tərəfindən müayinəsi vacibdir. Yəni bu anda əslində tərbiyəçi müəllim bir çox şey edə bilməz. Bəzən məsəl üçün el arasında deyirlər ki, tok vuran insanı nə bilim quma basdırırlar və yaxud da nə isə, amma əslində tibbdə bunun yeri yoxdur. Yəni biz heç bir şey edə bilmirik. Sadəcə edə biləcəyimiz bir şey enerji mənbəyini ayırırıq və həmin xəstənin uşağın yəni nəfəs aldığını yoxlayırıq. Yəni çalışdığımız qədər təbii ki, ilk yardımı göstərməyə çalışırıq. Daha sonra qarın nahiyəsində ağrı tərbiyəçi etməlidir. Yastığa qaldıraraq uşağa rahat bir mövqe vermək lazımdır. Qusma halında bir paket hazırlayın. Heç bir dərman, su və içki verməyin. Həkim çağırın, təcili yardım. Deməli, testlərdə düşəcək ki, heç bir dərman vermək olmaz, hansında artıq deməlisiz ki, qarın nahiyəsində ağrı olduqda heç bir dərman və su vermirik. Mütləq həkim çağırılmalıdır. Çünki biz hər hansı bir dərman versək, uşaq daha da yəni pis ola bilər və daha çox yəni ağırlaşa bilər. Bunun üçün də heç bir şey etməməliyik. Hipotonemiya və donma. Daha doğrusu hipotermiya və donma. Uşaqlarda hipotermiyasiya hələ mükəmməl deyil. Buna görə də soyuq otaqda və paltar ətraf mühitin temperaturuna uyğun gəlmədikdə və uşaq biraz hərəkət etdikdə hipotermiya baş verə bilər. Donma adətən quru küləkli şaxtalı havada baş verir.
Hipotermiyanın inkişafı ilə aşağıdakılar ola bilər: titrəmə ola bilər, solğun quru dəri, yuxusuzluq və ya apatiyaya uyğun olmayan davranış, nadir zəif nəbz. Baxın, bu cümlədə çox tezlərə düşür. Nadir zəif nəbzdir, nadir hallarda dayaz nəfəsdir, müşahidə oluna bilər. Əvvəlcə elə bil iynələr batır, zədələnmiş hissə solğun olur və sonra uyuşur. Sanki uşağın, necə deyim, belə bədəni iynələr batmış kimi özünü hiss edir. Bəzən uşaqlar deyir ki, elə bil bədənimə nəsə batır və yaxud da uyuşmuş kimi, keymiş kimi özünü hiss edir uşaq. Müəllimələr, dərsimiz bu qədər idi. Hər birini izah elədim. İstədim ki, yəni yarıyacan izah eləməyim, çünki bəzən həqiqətən də vaxtım olmur. Ona görə də tez-tez belə dərslər təşkil edə bilmirəm. Amma dediyim qədər sizə söz vermişəm. Mən sertifikasiya